Hamıya salam, siz Invest Akademiyasınız. Klubumuzdakı sorğudan sonra sizə bu dəfə Tesla şirkəti barəsində video çəkməyi qərarlaşdırdıq. Keçən dəfə biz Nike şirkəti barəsində video hazırlamışdıq. Videoya keçid təsvirdə tapa bilərsiniz. Rahat əyləşin və biz başlayırıq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Tesla'nın investorları Elon Musk'ın nəhayət işə başlamasını və biznesin birbaşa idarəçiliyini qayıtmasını istəyirlər. Siyasi ambisiyanın unutulması və Twitter'da döyüşləri dayandırılması da istəklərdə yer alır. Eyni zamanda Musk 5 ildən sonra Tesla səhmlərinin $2500 olacağını deyir. Gəlin, bugün avtomobil sektoruna, Tesla'ya və onun inkişaf perspektivlərinə biraz daha yaxından nəzər salaq. Amma davam etməzdən öncə sizdən xahiş edirəm kanala dəstək olasınız. Bəyənin və kanala abunə olun. Biz investisiya mövzularında keyfiyyətli, Azərbaycan dilli məzmun hazırlamağa çalışırıq və əlbəttə ki, dəstəyiniz çox yüksək qiymətləndirilir. Tesla'nın səhm performansından başlayaq. Səhmlər son bir ayda 10% ucuzlaşıb. Üstəlik, bir il ərzində səhmlər 30% ucuzlaşıb. Dekabrın sonunda səhmlər $480 yaxın zirvəyə çatdı və o vaxtdan bəri 45%-dən çox düşdü. Deməli, mahiyyət etibarilə Trump'ın seçkilərinə qalib gəlməsindən sonra Tesla'nı müşahidə edən bütün həyəcanın az qala quruduğunu görürük. Euforiya sona çatdı. İnvestorlar bazarda sərt reallıqla üzləşirlər və bu reallıqda Tesla səhmləri son vaxtlar göstərdiyi fenomenal nəticələri göstərmir. Gəlin şirkətin əsaslarına daha yaxından nəzər salaq. Gəlin ənənəvi olaraq gəlirlərdən başlayaq. Burada sadə bir məqamı qeyd etmək olar. 2022-ci ildən bu yana Tesla'nın gəlirləri əhəmiyyətli dərəcədə artmayıb. Son bir neçə ildə şirkət təxminən $25 milyard səviyyəsində pik gəlir göstəricilərinə çatıb. Son 3 rübdə gəlirlər sabit şəkildə $25 milyard civarındadır. Əgər artım tempinə baxsaq, o çox zəifdir. Son rübdə cəmi 2% artım müşahidə olunub. Bu da ötən ilə müqayisədə olduqca aşağı göstəricidir. 2022-ci ildə Tesla gəlirləri 20-40% aralığında böyüməsindən zövq alırdı. İndi isə əgər Magnificent 7 qrupundakı digər texnologiya nəhənglərini ilə müqayisə etsək, Tesla ən zəif böyümə tempinə nümayiş etdirir. Bununla belə, şirkətin bazar dəyəri hələ də yüksək olaraq qiymətləndirilir. Hətta Magnificent 7 daxilində olan digər şirkətlərlə müqayisədə də. Əgər EPS, yəni bir səhmə düşən mənfəətə baxsaq, o da təvəzzükar səviyyədədir, 70 sent. Bu göstərici həm 2022, həm də 2023-cü illərdə müqayisədə xeyli aşağıdır. Gəlirlərin strukturuna dərindən baxsaq, 3 əsas kateqoriyanı qeyd edə bilərik. Avtomobil satışları, Automotive Revenue, əsas gəlir mənbəyidir. Lakin 2022-2023-cü illərlə müqayisədə azalma tendensiyası müşahidə olunur. Məsələn, 2023-cü ilin son rübündə avtomobil satışlarına gəlir $21,5 milyard isə, 2024-cü ilin son rübündə bu rəqəm $20 milyard aşağı düşüb. Bu da göstərir ki, böyümə tempi xeyli zəifləyib. Avtomobil segmentində ötən ilə müqayisədə 8% azalma qeyd alınıb. Yəni 2024-cü il bu sahə üzrə zəif olub. İndi isə daha kiçik, amma sürətlə böyüyən iki segmentə baxaq. Enerji istehsalı və saxlanması. Energy Generation and Storage. Qrafik narıncı rənglə göstərilir. Servislər, yəni xidmətlər. Bura həmçinin Tesla'nın şarj stansiyalarına əldə edilən gəlir də daxildir. Bu iki segmentdə isə rekord göstəricilər qeydə alınıb. Energy Generation gəliri $3 milyard çoxdur və ötən ilə müqayisədə 112% artım nümayiş etdirib. Çox sürətli artım tempidir. Servis gəliri isə təxminən $2,8 milyard təşkil edib və illik artım 31% olub. Daha önəmli məqam isə budur ki, bu iki sahə avtomobil satışları ilə müqayisədə daha yüksək mənfəət marjasına malikdirlər. Yəni, Tesla üçün bu segmentlərin böyüməsi müsbət haldır və gələcəkdə şirkətin
ümumi mənfəətinə ciddi töhfə verə bilər. Hazırda hələlik bu sahələrin payı ümumi gəlirdə kiçikdir. Amma artım sürəti və gəlirliyi nəzərə alınsa, Tesla'nın gələcək qazanc strukturunda əsas rol oynayacaqlarına gözlənilir. Beləliklə görürük ki, avtomobil sektoru, yəni Tesla'nın əsas və aparıcı biznes istiqaməti hazırda stagnasiya mərhələsindədir. Şəxsən mən avtomobil sektoruna investisiya etmirəm, çünki mənə görə bu sahə cəlbedici deyil. Bunun isə bir neçə səbəbi var. Aşağı marjinallıq, yüksək rəqabət və çoxlu rəqib şirkətlər, həmçinin makroiqtisadi amillərdən, dövlət tənzimləmələrindən, kredit şərtlərindən və digər qanunvericilik faktorlarından yüksək asılılıq. Bütün bu amillər avtomobil sektorunda uğurlu və stabil biznes qurmağı çətinləşdirir. Bu sektora ümumilikdə baxdıqda mən diqqətə layiq 2-3 oyunçu görürəm. Əlbəttə, Tesla bu sahəyə investisiya etmək istəyənlər üçün ən cəlbedici namizəddir. Ferrari çox effektiv biznes modeli olan və böyüməyə davam edən bir şirkətdir. Məncə, o da investisiya üçün maraqlı seçimlərdən biridir. Əgər Çin bazarı nəzərə alsaq, BYD şirkətinin qeyd etmək lazımdır. BYD Çin bazarında sürətlə payını artırır və Tesla'nın bazar payını əhəmiyyətli dərəcədə sıxışdırır. Qeyd etməyə dəyər ki, BYD artıq Tesla'nın illik satış həcminə görə keçib. İllik gəliri 100 milyard dollardan çoxdur. BYD də bugün Çin elektromobil bazarında əsas oyunçulardan biridir. Bundan əlavə, enerji texnologiyaları sahəsində də Tesla ilə rəqabət aparır. Məsələn, yeni bir batareya doldurma texnologiyası elan ediblər. Bu texnologiya bir avtomobili benzinlə doldurmaq qədər sürətli şəkildə elektrik doldurmağa imkan verir. Bu prosesdən Tesla'dan həm daha sürətli, həm də daha effektivdir. Bu səbəbdən BYD ciddi rəqibdir. Tesla'nın Çin bazarında uduzması sadəcə mövqelərinin zəifləməsi və insanların Amerika şirkətlərinin neqativ münasibətindən qaynaqlanmır. Əksinə, Çində ABŞ şirkətlərinə qarşı xüsusi bir qərəz yoxdur. BYD sadəcə olaraq keyfiyyətli, rəqabətə davamlı və daha ucuz məhsullar təqdim edir. Və bu da Tesla üçün ciddi problemlər yaradır. Bundan başqa, BYD-nin satışları artmaqda davam edir. 2024-cü ildə gəlirləri 29% artıb. Açıq şəkildə demək olar ki, BYD Çin bazarında liderdir və qlobal bazarda Tesla'nın mövqeyinə təzyiq göstərməyə davam edir. Gəlin, indi fərqli bir baxış bucağına nəzər salaq. Katie Wood bu yaxınlarda müsahibə verib və Tesla'nın gələcəyi ilə bağlı öz baxışlarını bölüşüb. Məncə bu vacib bir mövqedir və nəzərə alınmağa dəyər. Tesla'nın 5 il ərzində səhmi $2600 olacaq fikrini Katie Wood 3 əsas səbəb bağlayır. Yeni model Y-ın satışı həcminin sürətli artması. Bu modelin çox populyar olacağı gözlənilir. Aşağı qiymətli yeni modelin təqdim edilməsi. Bu modelin ABŞ-da $30.000 və ya daha az qiymətə olması gözlənilir və bu modelin təqdimatı 2025-ci ilin ikinci rübündə planlaşdırılıb. Robotaksi. Tesla, Austin şəhərində robotaksi xidməti bu ilin ayında başlamağı planlaşdırır. Katie Wood'un fikrincə, bu model bütün şirkətin 90% dəyərini təşkil edəcək. Robotaksi 80%-dən də çox marjinallıq sahibi olacaq. Bu da elektrikli avtomobillərin satışından əldə edilən marjinallıqdan çox daha yüksəkdir. Bu hesablamada Optimus robotlarından gələcək gəlirlər və nəzərə alınıb. Mənim üçün $2600 qiymətləndirilməsi çox real olmayan bir qiymətləndirmədir. Xüsusilə Tesla'nın hazırki inkişaf tendensiyaları nəzərə alındıqda, amma maraqlı olar ki, sizin gözləntilərinizi eşidək. Şərhlərdə Tesla'nın səhmləri ilə bağlı gözləntilərinizi yazın. Sizcə bu an Tesla'nın qiyməti nə qədər olmalıdır və indiki qiymətini doğruldurmu? Əgər əsas göstəricilərə baxsaq, PE gələcək göstəricisi təxminən 105 ətrafında və EV sales göstəricisi də 7-dən yuxarıdır. Price to cash, flow gələcək göstəricisi təxminən 62-dir. Hətta bu metrikaları nəzərə keçirsək belə, Tesla'nın qiymətləndirilməsi tarixi maksimumundan 45% enişdən sonra belə çox yuxarı qiymətləndirdiyini anlaya bilərik. Ancaq başa düşmək lazımdır ki, Tesla unikal bir şirkətdir və Tesla investorları şirkətin səhmlərini
ödədikləri premium qiymətləri yalnız Tesla-nın yaratdığı nəqd axın üçün ödəmirlər. Həm də şirkətin yaradıcısı Elon Musk'ın təqdim etdiyi narrativlər üçün ödəyirlər. Əgər Elon Musk olmasaydı, əminəm ki, Tesla belə yüksək qiymətləndirilən şirkət olmazdı. Bazarda dövr edən şayələr Tesla'nın qiymətləndirməsinə böyük təsir göstərir. Əlbəttə ki, Elon Musk müntəzəm olaraq investorları inandırmağa çalışır ki, tezliklə böyük hadisələr baş verəcək. Robotaksi başlatmaq, yeni məhsullar təqdim etmək və bu Tesla'nın yeni dövrünü açaraq, bu da şirkətin qiymətinin artmasına gətirib çıxaracaq. Bir müddət əvvəl Elon Musk Tesla işçilərlə görüşərək onların səhmlərini satmamağa çağırmışdı. Çünki gələcəkdə çox optimist yeni xəbərlər gözlənilir. Əgər Elon Musk Tesla'nın ucuz modelini vaxtında təqdim edə bilsə və bu model həqiqətən populyar olsa, bu səhmlərin qiymətinə pozitiv təsir edə bilər. Bundan əlavə, robotaksi elan olunsa və uğurlu olsa, bu da səhmlərin qiymətini əhəmiyyətli dərəcədə artıra bilər. Əsas göstəriciləri çox güclü olmasa da, nağıl və ya narrativlər bu il Tesla'nın yaxşı nəticələr əldə etməsinə kömək edə bilərlər. Əsas məsələ Tesla'nın bu planları nə qədər yaxşı həyata keçirəcəyi və Elon Musk'ın bu prosesdə nə qədər aktiv olacağıdır. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizə əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcək sizə. Tesla hələ də əla şirkət, çox güclü markadır və ümid edirəm ki, bu biznes yaxşı nəticələr göstərəcək. Hələlik isə bu qədər. İzlədiyimiz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Hamınıza uğurlu investisiyalar. Sağ olun.